Hoş gelmişsiniz siz bize, evimin konakları. Açıktır süfrem size, evimin konakları. Her zaman gelin bize, deyek güle yüzüze. Koy baksına mı bize, evimin konakları, evimin konakları. Hakkımız xeyir olsun. Əziz və hörmətli Lider Televiziyasının tamaşaçıları, hər birinizi xoş gördük. Hər zaman dediyim kimi bizlər sizlərə, sizlər isə bizlərə xoş gəlib səfalar gətirmişsiniz. Bu günləri yenə evimin qonaqları bugün hamısı qardaşlardır da. Bugün heç xanım yoxdur. Mən də getmişəm. Hanım mənim çiçək. Bir dənə xanım olmalıydı. Ağ çiçəyimdən də gözəl bir çiçək gəldi. O xanım da bugün yəqin sizdən qorxdu ya da bilmirəm nədənsə təxirə düşübdü. Elə düzgün eləyibdi nəsə bugünkü gün çox deyirəm ki, ola bilsin ki, qeyri-adi bir veriliş olacaq. Hər zaman olduğu kimi bir daha Lider Televiziyasının vasitəsilə bütün dünyada yaşayan Azərbaycanlarımızı səmimi qəlbdən salamlayıram. Evimin konakları. İlk nəğmə Vüsaldan gəlsin, gözəl bir nəğmə ərmağan eləsin, ruhumuz da biraz açılsın. Nə istəyir? Buyurub oxuya bilir. Evimin konakları. Dildə gəlib çatdı başa, dildə gəlib çatdı başa. Səni kimdən xəbər alım, özrəyamsan özrəyam. San eşki pünhan, sensiz daldır su beryan. Bir dünyamsan eşki pünhan, sensiz daldır su beryan. Ay canımdan ayrılan can, ay canımdan ayrılan can. Özrəyamsan özrəyam.
Bravo, bravo. Bu Onu da qeyd edeyim ki, bu ölməz sənətkarımız mərhum Məmməd Bağır Bağırzadənin repertuarındandır, həm bəstəsidir. Bu yaxınlarda inşallah onun həm də gecəsi keçiriləcək, mən bildiyimə görə. Allah rəhmət eləsin qəni. Allah rəhmət eləsin. Çox mülayim, çox gözəl bir insan idi. Bir dəfə ondan Zaqatalada bir toy el şənliyində bir yerdə olduq. Sonra mənim bir verişlərimin birində Məmməd Bağır Bağırzadəni qonaq çağırmışlar. Dedim, mənim axı gərək bir biləm, yəni insanın biraz, yəni o həyat fəaliyyətindən bir, heç olmasa biraz anlayışım olsun ki, mənim üçün həqiqi mənə çox çətin idi o olan verilişdə aparıcılıq eləmək. Amma 4 dəqiqə bağışlayın. Amma yenə böyük sənətkarımızı, bütün dünyasını dəyişən sənətkarlarımıza Allahdan rəhmət diləyirik və onların sənəti yaşayacaq. Fərda, son illərdir yox idin. Son illərdir yox idin. Yoxsa mən yox idim, sən Sən gör buradaydın ki. Mən burada olmuşam. Sən gedib gələn sənsən, qardaş. yox, son iş fəaliyyətini deyirəm. Belə varıq, hamımız varıq. Söhbət o deyil. Evimin qonaqları Verilişimiz var idi bizim. 3 il getdi, sonra dayandı. Amma bugünkü gün televiziya şərtləri ilə super bir veriliş eləmək həqiqətən çox çətindir. Bunu televiziyada çalışan dostlarımız da inanıram ki, hər kəs cəhd eləyib ki, özünə aid bir proqram olsun. Amma biz sadəcə olaraq efirdə yox, efirdən kənarda fəaliyyətimizi davam elətdirirdik. Buna dostlarımız şahiddir. Stand-up formatına müraciət elədim mən, onsuz da monoloq formatı ilə gəlmişdi. Stand-up şovlar elədim, 3-4 dənə. Ən sonunda da Heydər Əliyev adına sarayda gözəl bir dənə böyük konsert oldu. Sadəcə olaraq onun biraz çəkimi alınmadı və tamaşaçılarımız onu tam olaraq izləyə bilmədilər. Amma inşallah dekabr ayında elə bir fikrimiz var, stand-up şovu 2 eləyəcəyik. Bir film var, onun çəkilişləri, ssenari hazırdır, qəbul olunubdur. Bir yaxşı pul ayıracaqlar, sağlıq olsun. Böyük yeyinti olacaq orada. Mən səni son zamanlarda gördüm Elmədinin filmində. Nə idi filmin adı? Bacanaqlar. Bacanaqlarda gördüm və həqiqi mənada nəsə, bax, burada bu xarakterində sənin, yəni qabaqlar həmişə demişəm və deyirəm də izləmirdim. Yəni bu yeni sezondan, yeni mövsümdən başlamışam. Yəni arasıla izləməyə, yəni Azərbaycana gəldikdən sonra artıq yəni başqa qardaş kanallarda gedən seriallardırmı və yaxud verilişlərdimi, bunları biz izləmək məcburiyyətindəyik. Yəni bunlar bizə lazımdır izləmək. Yəni bir material olaraq da bir toplamalıyıq və mən səni orada tam olaraq biraz qeyri-adi, yəni hər zamanki o stand-up söyləyən, nə bilim, monoloq söyləyən Fərdanı görmədim. Orada artıq yəni konkret olaraq səndə bir xarakter gördüm mən. Fərqli bir obraz. Yox, mənim ümumiyyətlə tam sərbəstlik yəqin sən izləməmsən. 2006-dan 2009-cu ilə kimi getdi. Yəni o da serialın öz stilistikasıdır ki, yəni oyun etibarilə çox templi olmalıdır hamıda. Çünki biri var seriallar fərqli-fərqlidir. Diyaloq gedir, çox can sıxıcı, amma yer var ki, doğrudan da orada gözləmək lazımdır pauzalar. Amma biz oturanda, danışanda ki, sənə belə bir rol düşünmüşük, Elmədin qardaşımla bərabər. Dedilər, belə bir rol düşünmüşük və mən o sənim, mənim, necəsən, mecəsən, qardaşımsan, mardaşımsan, onlar hamısı mənim öz tapıntılarım oldu. 3 ildir gedən qatara birdən-birə minirsənsə, maşallah, bütün sərnişinlər də öz yerlərini alıb, o qatarda gərək nəsə bir, heç olmasa bir kilometrdən sonra bir yadda qalasan da. Ona görə düşündüm, daşındım, onları tapdım. Çox da maraqlı idi, amma gələcək həftələrdən biz artıq orada olmayacağıq. İnşallah yeni layihələr haqqında danışaq. Çünki mənim sırf öz işlərimdən əlaqədar olur. Yəni sənin öz işlərin olduğuna görə... İşlərim olduğuna görə bazanlıqlardan müvəqqəti olaraq M-la başlayanların heç birinə müdaxilə eləmək olmur. Müdaxilə də elə, həmən sözlərdən beridir. İnşallah gözəl layihələr var, bir paytaxt salat var, məni sevən tamaşaçılarım. Onda Niyaməddini götür ora. Tuturam. Orada salat varsa Niyaməddini apar ora. Mən ölüm, sən bir yaradıcı adamsan, elə hamıya müraciət eləm. Paytaxt salatı adı maraqlı addır sizcə? Xeyr, çünki ona hamısı staliçin kimi. Bəs ana dilimizdən danışdıq bəqi ki olan. Gərək ana dilində əvvəldən olaydı. Çünki ana dilində, ana kulinariyasında staliçin
Salat. Bu serial adı diye serial qardaş mən Sən deyirəm ki. bayaqdan salatdan danışırsan. Yox. Yekə olansan dolanmır. Serialın adıdır da Paytaxt O salatı. artıq özünü köhlədi, möhlədi yeməyə. Yeməyə. Mənə elə gəlir ki, Mən paytaxtda acından ən da çox ölürüm. yeyilən salat olduğuna görə Ay, paytaxt salatı. bəli. Məhz paytaxt bir də salatın içərisinə çox şeylər vurulur. Evimin qonaqları İnanıram ki, gözəl bir iş ortaya çıxardacaqsan. Çünki Həsənin devrindən, zamanından, Gəncədən 2002-ci olan ildən bəri. 2001-dən, 2002-ci ildən bəri. Yəni üzərinizdə işləyən və üzərində sən Müşfiqdir. Sonra Bəli. kim var idi orada? Müşfiq, Elməddin, Anar vardı. Anar uzaqlaşıbdı. Talib dostumuz vardı. O artıq tam başqa sahədə çalışır. Bu sahə biraz hər dəfə eyni xəttlə, eyni sürətlə irəliləmirsən deyə hər adam gözləmir o. Gözləmir, Hə, dözmür. o dözmür o pauzalara. Ona görə deyir, bu nə deyə qoy mən uzaqlaşım gedim, amma həqiqətən o qədər içdən sevmək lazımdır ki bu işi. Yəni söhbət bizim işimizdən gedir. Müğənnilik sənətindən danışa bilmərəm qətiyyən, mənə söz haqqı düşməz. Amma sırf bu aktyorluq sənətində hələ biz efirə çıxırıq, çox tanınırıq. Amma bir müddət görürsən boşluq yaranda deyir, bu nə deyə, mənə iş təklifi var, mən gedirəm başqa mən nə bilim. Yerdə kafel işi var məsəl üçün. Katılavandan bina başlayır. Mən gedirəm ona. Hərdən olur da. Çətin olur. Sən də oxuyurdun. Ha, yox, onu Amma deyirəm. yox, sən oxumağın doğrudan da Yəni mən Elə var. bəzi Düz. müğənnilərə baxanda doğrudan da yaxşı oxuyurdun. Elə var ki, Həqiqətən də. Çünki vallahi. o mahnı- Təşəkkür edirəm. o mahnı ürək. Hələ ürəklə Ramalın bir bağlıdır. mahnısını da ifa eləmişdi. Ay, Elə onunla başlamışdın deyəsən. Ha, yo, birinci get durma oldu, sonra Ramal qardaşımızın mahnısını oxuduq. Yəni bunlar Yəni çox gözəl sadəcə oxudum ifası. da, yəni o demək deyil ki mən. Niyam, dini sakrasheniya salmışıq, yenə yadımdan çıxır. Ramalın repertuarında nə yaxşı oxumursan? Oxuyacağam təzə mahnı. Nə vaxt verib artıq mahnını sənə? Çoxdan. Bəs niyə oxumursan? Yo adam tapa bilmirəm onu. Nəyi, hansı mənada? Çünki o elə bir mahnıdır ki, türk dilində yazılıb, o türk mahnısıdır. Yeni amma Ramal. Sən Azərbaycan dilində çevirən tərcüməçi lazımdır. Mənə tərcüməsini tapa bilmədim. Ortağımı tapa bilmədim. Yəni ona görə də məcburam Azəri qızı Güneli gözləyirəm. Onunla telefon bağlantısı eləmişəm. Duet olacaq bu. Duet olmalıdır. Hə, siz duet ortağını tapa bilmirsiniz. Amma bir şey var da, yəni hər biriniz maşallah, yəni səsi sənəti olan gənclərsiniz. İndi mən də özümü gənc adlandırırım. Yəni bilirik ən azından qırtlaq deyilən bir şey var. Məsələn sənin o Türkiyə türkünün ladına düş. Ramal birinci mənim vizita kartım demək olar ki, Ramalın mahnısı ilə olub da, sənə haram əllər dəymiş. Yəni indiyə qədər də sevilir. Heç kim onda mahnı düzdür. İndiyə qədər sevilir. Harada Ramalın İndi siz nə oxuyacaqsınız hal-hazır? Sənə oxuyacağım, sənə haram əllər dəymiş. Evimin qonaqları Axtarma məni daha, sənin üçün ölmüşəm. Axtarma o sevgimi, ürəyimə gömmüşəm. Nə etsəm dönəməm, necə qıydın bizə. Artıq çox gec, yalan içində, yalan içində, yalan içində. Sana haram əllər dəymiş, qürurunu əllərəymiş. Yüzünü şeytan görmüş, onun üçün küskünəm. Sana haram əllər dəymiş, qürurunu əllərəymiş. Yüzünü şeytan görmüş, onun üçün küskünəm. Onsuz da görüşməyəcəm, faydası yox. Nə etsən də hamısı yalan, yalan içində. Səni kim sevsə, gərək mənim gözümlə baxsın və sevsin.
Ama yine de faydası yok. Hamısı yalan içinde. Geceler sana dustaq, gündüzler ölüyem. Bu sevgin mənə yasak, ayrılığın gülüyem. Ne etsen dönemem, nece kıydın bize. Artık çok geç, yalan içinde, yalan içinde, yalan içinde. Sana haram ellerdeymiş, gururunu ellereymiş. Yüzünü şeytan görmüş, onun için küskünüm. Sana haram ellerdeymiş, gururunu ellereymiş. Yüzünü şeytan görmüş, onun için küskünüm. Ne etsen dönemem, nece kıydın bize. Artık çok geç, yalan içinde, yalan içinde, yalan içinde. Sana haram ellerdeymiş, gururunu ellereymiş. Yüzünü şeytan görmüş, onun için küskünüm. Sana haram ellerdeymiş, gururunu ellereymiş. Yüzünü şeytan görmüş, onun için küskünüm. Sana haram ellerdeymiş, gururunu ellereymiş. Yüzünü şeytan görmüş, onun için küskünüm. Sana haram ellerdeymiş, gururunu ellereymiş. Yüzünü şeytan görmüş, onun için küskünüm. Sana haram ellerdeymiş, gururunu ellereymiş. Yüzünü şeytan evimin konakları. Sözleri kime ait idi? Sözləri Kənan Emin. Kenan'a ait idi. Tabii ki teşekkür hem Kenan'a hem de ki tabii ki musiqiye Ramalam öz teşekkürümüzü bildirir. Çok güzel bir nəğmə idi. Səni çöldən tapmamışam ki, sənin üçün də çay gətirmişəm. Oxuyanlara verirəm də. Yox, bu Yavaş nə? yavaş eynin açılır Mirkan. Yox, deyəm, buna bax. Maşallah. Onsuz çörəkdir də, o da çörəkdir, bu da çörəkdir. Mənə bu eksfrontum gəldi səndə. Geldi, elə bundan sonra da elə belə olur. Ekspront gələcək. Hə, Xalid, danış görüm yenilik nə var? Mən tortdan kəsim. Demək, yenilik nədən ibarətdir ki, hal-hazırda necə deyirlər, radiolara səslənən bir mahnım gedir. Bu da bir qismətdir. Artıq ona klip çəkdirmişik. Nə gözəl. Tamaşaçılarımız da onu izləyəcəklər. Düzdür, bir dəfə klip çəkdirdik, xoşumuza gəlmədi. Artıq ikinci dəfə çəkdirik həmən. Mən başa düşə bilmirəm. Necə yəni klipi çəkdirdik, xoşa gəlmədi. Yəni klip də elə siz deyən sıradan olmur ki, bir elə masraf gedir ona, xərc çək. Yox, müəyyən çatışmamazlıqlar oldu da. Yəni sadəcə istəmədim ki, bir neçə müddət ki, mən artıq klip çəkdirmirəm. Yəni bir neçə ildən sonra klipim elə olsun. Və təbii ki, o da rejissorun öz məsləhəti oldu ki, gəl bunu verməyək. Artıq ikincini mən hədiyyə olaraq çəkəcəm. Gənc rejissordur, Ramin Ələsgərov. Sonra isə təbii ki, növbəti mahnımız var. Tortunu ver, qurban olmuşsan, söhbətimi eləyim. Niyə dava salırsınız? Xalidin yaradıcılığı qalıb. Tortdur, bunlar belə gəldi, belə gəldi. İnşallah növbəti bir qardaşım. mahnımız da var. Həbibi adlanır. Ritmik mahnıdır. Təbii bir ha onu eşit, qəşəng mahnı oxuyarsan onu bugün də. Yox, bu gün oxumayacağam. Yox, yox. Sənin ifanda eşitmişəm, ritmik mahnı deyil əbi. Yox, Abdelkadirdir. Ha, bildim. O da, hə, sağ ol, o da. Hə. Burasını kəsərsin. Yəni ki, amma şükürlər olsun, yaradıcılıq davam eləyir. Və inşallah albom artıq hazırdır. Londonda mastering eləmişik, onu inşallah gətirir. Ora gətirmişik inşallah. Və təqdimat edəcəm mini bir konsert şəklində. Görək də inşallah. Evimin konakları. O eyvanam, bu eyvanam.
maral kimi süzmek kimden öyledir. Ay qabağa dikkat edin, ay qabağa dikkat edin. Vay 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 vay, hare ren canı ren süzmek kimden öyledir. Ay ren canı ren bala bala kimden öyledir. Ben sevmişim seni şani, kollava gülün şani. Sağ eliyle ben öşeni, sağ eliyle ben öşeni. Vay 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 vay, hare ren canı ren süzmek kimden öyledir. Ren canı ren bala bala kimden öyledir. Hey! Hay konaklar işimiz revanlı, bu dünyada subaylı yamadı. Hilal seni takmışım beyimize, hüzü getir yuvatmayamadı. Toy 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 olacaktı, subaylar bey olacaktı. Toy 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 olacaktı, subaylar hoşbent olacaktı. Toy 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 olacaktı, subaylar hoşbent olacaktı. Ey, toy 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 olacaktı, subaylar hoşbent olacaktı. Evimin konakları. Kalbim darıxır, gözlerim axtarır seni. İllər boyu bir sevgini biz yaşadık, gittiğin yollar ayrıldı. Her gün görüşmeler daha yoktur artık, tekçe hatiren kaldı. Kalbim darıxır, gözlerim axtarır seni. İllər boyu bir sevgini biz yaşadık, gittin yollar ayrıldı. Her gün görüşmeler daha yoktur artık, tekçe hatiren kaldı. Dilim susan değil, bu eşk asan değil. Yürek küsen değil, seni gözleyecek. Ayın geç olmadan, gözüm yorulmadan her yerde aktarır seni. Dilim susan değil, bu eşk asan değil. Yürek küsen değil, seni gözleyecek. Ayın geç olmadan, gözüm yorulmadan her yerde aktarır seni. Kalbim darıxır, gözlerim axtarır seni. İllər boyu bir sevgini biz yaşadık, gittin yollar ayrıldı. Her gün görüşmeler daha yoktur artık, tekçe hatiren kaldı. Dilim susan değil, bu eşk asan değil. Yürek küsen değil, seni gözleyecek.
Tanınmadan her yerden tanır seni. Təşəkkür edirəm. Çox sağ olun. Bu getsin Qreklərə, Yunanlara. Bu onların musiqisidir. Mən çoxdan eşitmişdim bunu, amma mən yalandan öz adıma da çıxarda bilərdim. Belə olur. Tez-tez bu hallarla Sən yalancılardan deyilsən axı. bu hallarla rastlaşır, çıxıb deyərdim ki, "Aycan, aycan, bir dənə mahnı yazmışam. Qırğın." Fərdam, 4 dəqiqə bağışladıq sizə. 4 dəqiqə. İstədiyin, çünki sənin özünün tamaşası kitlən var. Və tamaşası kitləsi olan, inanırsan da mən dediklərimə, özün də inanırsan. Mən onu heç vaxt deməmişəm ki, mənim kitim. Sadəcə demişəm ki, mənim yaradıcılığımı, mənim işimi bəyənirsə yəni. Amma bilmirəm onlar neçə nəfərdir. Mən başqa cür sual verdim. Deyirəm ki, inanırsan da mən deyənlərə yəqin ki. Nəyə inanırsan? Ümumiyyətlə, nə danışıram, yəni buna inanırsanız. Səmimiyyətimə inanıram əlbəttə. Hə, ona görə mən tam səmimiyyətlə deyirəm ki, sənin bir tamaşası kitlən var. Və tamaşası kitləsi olan bir aktyora da mən elə başa düşürəm ki, bir 4 dəqiqəlik imkan vermək lazımdır ki, o kitləsi sonra bizdən inciməsin. Evimin qonaqları. Mənim ən böyük arzularımdan biri boksçu olmaq idi. Yəni idmançılara böyük hörmətim və rəğbətim var ki, hər səhər altda durub qaçmaq üçün doğrudan böyük iradə lazımdır. Amma mən vaxtında bu işləri gördüm. Sadəcə alınmadı. Çünki alın yası deyilən bir şey var. Yəni tezdən, yəni 3 günə mən eşitdim ki, boksa gedəcəm, yazılmışdım ki, 3 günə evdə şpagat açdım. Bağırtıma qonşular gəlirdi ki, yəni bu niyə qışqırır? Fərda niyə qışqırır? Atam dedi ki, evin tək oğludur, idmanla məşğuldur. Yəni burada nə var ki? İdmana gedəcək. Gedin. Hamı ilə bax belə get-gedə soyuqluq yarardı 3 gün içərisində və gedəndə də uşaqlara dedim ki, qardaş, yəni mənim bir dənə də üstünlüyüm var. Məncə plusla girirəm zala. Ki mən bir dənə də şpagat aça bilirəm. Boksa çoxdan gedən uşaq var. Dedi ki, qaqa sən onu nahaq aşıbsan. Yəni boksla şpaqatın əlaqəsi yoxdur. Niyə özün o qədər zulm eləmsən? Dedim 3 günə, özdə 3 günə deyəndə vəbşə gözü çıxıb kəlləsinə. Xülasə 7 ay sərasər hamıyla eyni vaxtda gedirəm Tərqan içində. Birinci yarışımız oldu, Azərbaycan birinciliyi. 46 kiloqram çəki dərəcəsində Fərda Xodaverdiyev qırmızı əlcəkdə. Çıxdıq. Məşqçilər nə tirkalayır məni, biz də tirkaya getməyən cəmaət. Kəpənək kimi, uçarı kimi, sanc. Dedim, bir dəqiqə darıxma, mənim fikrim başqa şeydir. Yaxınlaşan kimi cəmcə 33 saniyə çəkdi, nə çəkdi? 30 saniyə gəzişdik, birinci yaxınlaşmada ta! Birinci udarda mənə elə gəldi ki, döyüş Bakıda yox, Səudiyyə Ərəbistanındadır. Çünki o səs indiyə kimi qulağımdadır. Udardan sonra belə içərdən səs gəldi. Əşhədü və la ilahə illallah. Elə öz kəlmə şəhadətim qulağıma gəl. Göz bağlandı, qulaq bir müddət işlədi. Gedim kimsə dəsmal atdı belə alaqaranda. Onu da püştüm qoydum başımın dalına, uzandım. Belə səslər gəldi. Ay deyəsən bunu, ay deyəsən beyninə qansız, ay dilin tut qattalanda, ay bunu rədd eləyin ringdən, rədd eləyin. O rədd eləyən, bu rədd eləyən bugün buralardayıq. Amma ümumi danışacağım sırf öz avtobiografiyamla danışmaq istəmirəm. Danışmaq istədiyim bizim bu qədər, yəni vaxt etibarindən mən biraz tez-tez belə keçidlər eləyirəm. Əslində geniş olmalıydı keçid. Yəni bu qədər 2012-ci ildə hər evdə əvvəl 2 dənə, 3 dənə kanal varsa, indi maşallah 70 dənə kanal verilir. Gəlib hərəsində bir dəqiqə otursan, bir dəqiqə saat yarım vaxtın gedir, heç nəyə də baxmamısan. Doğrudan da çox olmağının da bir şey yoxdur. Amma yəni fakt odur ki, var hamının evində bu. Amma bu qədər inkişaf ola-ola niyə bizdə hələ də inançlar qalırmı ona məhtələm? İnançlar qalır. Məsələn, qəbirstanlığa əl uzatdınsa, kırıxdın. Yəni uzatdınsa,
Mən nə etdim? Qoysan ayağının altına. Naxadı dişləyirsən 3 dəfə. İndi bunu ya etapla dişləyirsən axıra kimi ya bir yerdən dişlə onu bilmirəm dəqiq. Sonra onu qoysan ayağının altına. Ki yəni oradan səni kimsə güdürmü? Oradan sənə baxırlar. Binokullan. Əlin uzadan kimi əl uzatdı o bura. O yandakı deyir ki, bəli, bəli. Hə, onu tezliklə çağırın gəlsin. Belə bir inanc var. Yəni nəzərə almır ki, bu ayaqqabı ilə hər yerə girib. Onu dişləyib ora qoyandan sonra, təzədən qaytarıb onu dişləyəndən sonra nələr olacaq? Onlar heç biri hesabdan sayılmır. Belə bir şey vardı. Yəni dəfələrlə olub ən birinci olanda doğrudan bunu attım papkaya da. Məndə özümdə var papkalar. Yəni gündəlik papkalar, konsert papkaları. Attım onu ora. Nətər oldu? Deməli şəhərdən çıxırıq. Yəni hansısa bir ziyarətgahın böyründən gördüm qardaş dua eləyir. Yəni taksi şoförü bizi aparır. Çıxacı İnşallah gedək sağ-salamat gələk, pulumuzu verək. Dedim kimlə müqavilə bağlayır bu? Yəni pulumu verirəm, 3000 verirəm. Sabah hadisə olsa mən pulumu kimdən alacağam? Yəni yanaşma o deyil ki, gedək gələk, qardaş çıxsa mən demirəm ki, vermirəm. Gələk təzədən girək Bakıya pulu verim də. Mən burada hamımızda var bu. Doğrudan budur bu. Yəni ora daje, yəni ziyarətgaha daje pulu şeylə qoyursan ki, yəni dəqiq olsun da. Dəqiq olsun, dəqiq. Mən nə istəyirəm? Belə şey işitmişəm ki, bura yaxşı ocaq deyil. Qabaqda saxlayarsan. Neçə dəfə ora qoyub görür ki, effekt yoxdur. Ora bir dəfə qoyub tutub. Bildin, elə inançlar var bizdə. Yanaşmalar çox fərqlidir. Sonra şey var, bir şey oldu mu? Üzərlik yandır, üzərlik. İndi şeylərdə də var, bu şadlıq evlərində. Getdi. Abi üzərlik gün ağlayan olsa özünü ağlayardı. O niyə dağı da bitir, gələr Tarkovu da bitər də qardaş. Dağın döşündə bitir belə-belə. Onu dərənə kimi adamın bütün bədəni yırtıq-yırtıq olur. Çox dəhşətli. Hansı maşına minirsən qurban olma Allaha, elə bil ziyarətgahdır. Hər şey var. Təsbih, şəkillər, göz muncuqları, dualar, belə-belə. Bir dənə ağsaqqalın yayda görmüşəm. Bərəkət ki, maykasının burasında paduşka var. Paduşka. Sağ çeyninin üstündə. Yay vaxtı ağ köynək yaşıl parçaya tikilib düz burada. Dedim, bu nətər bunu evdən bunu bıraxıblar. Bu necə qoca qoy civinə də. Deyiblər, burada olmalıdır. Onu yerə də orada saxlayır. Yəni, həm bir qardaşlarımızdan biri, bax, o cür maşında avariya elədi, avtonəqliyyat qəzasına uğradı. Maşında 8 paduşka vardı. Hamısı açıldı, qardaşın gözün qaratikan kolu çıxartdı. Yəni şikayət elədilər ora ki, bu uşağın gözü çıxıb. Niyə çıxıb? Araşdırdılar ki, qaratikan asılmış ki, məni qorursun. Onu ekspertizə təyinlədi ki, sənin gözünü çıxartan tikandır. Paduşka sənə heç nə də eləyəməz. Paduşka səni saxlayıb. Soram gör nəyə inanırıq? Quşa. Quş özünə də yox, quşun zibilinə. Quşun zibili. Hara düşdü bərəkət gəlir. Moykadan çıxmışsan. Çırt düşən kimi içərdən bir inam gəlir adama ki, bu hardandır, bu nə bərəkətdir, bu nədir? Telefonaca da baxsan, gör mən axtarıb eləyən olmayıb ki, bəlkə cavab verməmişəm. O qədər maşınlar baxırsınız şəhərdə, görürsən ki, yəni üstü, üzr istəyirəm, elə bir ki, kanalizasiyadır. Amma yuduzdurmur. 100% soruş, o adamın kalan borcu var. O hələ gözləyir. Batıb deyənə maşın gözləyir. Sonra belə bir inanç var, bu hamımızda var. Hər məhəllənin özünün bir ağır ayaq adamı var. Yəni o qabağına çıxdı mı, qayıt. Getmə. Yəni hər məhəllədə var o. Yəni yox, biletin də varsa uçma. Qapıdan çıxdın, o məhəllədə çıxır qabağına. Belə yəni avtobusda zaten nə bilirsən, bunun ayağı ağırdı yüngül. Məhəllədə o at çıxardıb da, o gözü var. Ay nə bilim şey var. Yəni onu gördün qayıt. Amma sonradan əvvəllər olub. Sonra bunu üstələmək var. Üstələməyin də taktikası nədir? Çıxdın qapıdan, həmin adamı gördün. O görmədən 3 dəfə sağa tüpürürsən. 3 dənə getdi sağa, amma o görməməlidir. O gördü yerib ki, yandın da. 3 dənə sola. Sonra o görmədən 3 dəfə yerində fırlanırsan. Nətər səni görmürsə, sən 3 dəfə fırlanırsan, sonra dala bir dənə salto vurub şpagat oturub durursan. Evimin qonaqları
Təşəkkür. Evimin konakları Fərdanın evinə birdən kimsə qonaq gəldi. Yəni ümumiyyətlə qonağı necə qarşılamağı, necə təəccübləndirməyi istəyər? Məncə gələn qonaq ev yiyəsi üçün nə qədər dəyərlidirsə söhbət oradakı hərəkətdən gedir. Çünki hər insana qarşı adam bir cür davranır. Əgər o evin adamıdırsa, o qədər sənə yaxın əziz adamdırsa, orada yəni təlaş keçirtməyə dəyməz. Hər insan istəyir qonağın qarşısına maksimum çıxsın, ki, ən az ondan razı qalsın, süfrəsindən, yeməyindən, səmimiyyətindən və Allah təala hər kəsə imkan versin, qapıdan girən istədiyi, istəmədiyi qonağın qarşısına üzaq çıxa bilsin inşallah. Mənim böyük arzum odur. Əlbəttə ki, qonaq gələndə üzügülər qarşılamalısan ki, qonaq da rahat özünü hiss eləsin. Nə istəyərsən bişirilsin evdə. Qonaq təsadüfdən gəlibsə, evdə nə varsa onu qoysun qabağına yeyəcək. Təsadüfən sizə nə olur ümumiyyətlə? Təsadüfdən elə şor çörək. Evimin konakları Allahdan arzum budur ki, vaxtsız gələn qonaq heç kim qapısını döyməsin. Yəni məqamsız, ansız, vaxtsız elə insan var ki, heç onu saymır. Səhər sübh sənin qapını döyür, bilmir səndə uşaq var, böyük var, kim var. Belə qonaqlar da var. Hə, var. Allah eləsin ki, yəni Amma bir şey Sağ dedim də, demiş. qonaq həmişə qonaqda istəyir. Saat neçədə döyür, qapını qoy döysün. Nə olar ki, orada nə var deyim ki? ki, mənim evimə, mənim dostlarımdan başqa, dud çörək kəsdiyim insanlardan başqa kimin ixtiyarı var gəlib 4-də mənim qapımı döyə bilər? Mənim zəhləm gedir elə şey. Elə şey ola da bilməz. Ancaq mənim dudçu, mənim tanıdığım insan mənə zəng eləməlidir və zəng eləyə bilmirsə, konturu yoxdursa, o dud çörək kəsmişəmsə o insandan salamım, əleykə salamım varsa, hə, gələ bilər. Və ikinci gedib Vüsalın sözünə, hökmandır o evdə nəsə pişə, təmtəraqlı ola. Mən kiminsə evinə gedərəmsə, kimsə mənim evimə gedərsə, kəndardan içəri girəndə birinci səliqə səhmana baxır. Salam, əleykə salam, girir, sən də ona baxırsan. Sən qarşılamağın əsas odur ki, qonağı qarşılayasan. Yəni, müsəlmanda belədir. Evə kim gəldi, qapını döydü, normal qarşılaşmalısan, qarşılamalısan. Qaldı yeməyə, içməyə, yeməyi içməklə heç kimi tanımaq olmaz. İnsanın cibinin pulu ilə, nəyi ilə, giyimi ilə tanımaq olur. İnsanı gözlə, danışıqla, yerişlə tanımaq olur. Onu da tanıya bilmirsənsə, sən adam deyirsən. Heç üçü ilə də tanıya bilmirsən o insanı. Onda sən özünün özünü tanımamısan, tapmamısan. Amma mən yeməklə, içməklə, giyimlə evimə gələn qonağa hörmət qoymuram. Və gedəndə də həmçinin elə. Amma bir sözü mən deyim. Biz hamımız, hər kəs elə bu dünyada qonağıq da. Demək, belə demək olar. Allahın quluyuq. Elə hamımız qonağıq. Evimin konakları Harda olsan gələrəm mən, təki sən səslə məni. Harda olsan gələrəm mən, təki sən səslə məni. Yaxın olsun ya uzaq, dərə olsun ya da dağ. Yaxın olsun ya uzaq, dərə olsun ya da dağ. Məni kim saxlayacaq, təki sən səslə məni. Məni kim saxlayacaq, təki sən səslə məni. Ay eşqə yurdu səsinə, qocalıb gəl sənə qəl. Dönərəm, gəncləşərəm mən, təki sən səslə məni. Yaxın olsun ya uzaq, dərə olsun ya da dağ. Yaxın olsun ya uzaq, dərə olsun ya da dağ. Məni kim saxlayacaq, təki sən səslə məni. Məni kim saxlayacaq, təki sən səslə məni. Məni kim saxlayacaq, təki sən səslə məni. Məni kim
sən səsləmə. Qəzələ, musiqiyə kim ki həvəskar deyil. Qəzələ, musiqiyə kim ki həvəskar deyil. Bütün ömrüm yatıb aləmdə o bidar deyil. Nə bilər, nə bilər Çəngü dəfü tar neyin naləsini nə də yol Ləhli muğamat axıridar deyil bana. Bizim əcdadımızındır bu gözəl musiqimiz. Bizim əcdadımızındır bu gözəl musiqimiz. Bunu dərk etməyənə yardır o, yar deyil. Deyiniz haciyasıyız. Böylədir adətlərimiz. Qoymarıq evimizə, məclisə kim ki əsil sənətkar deyil. Aman aman, aman aydan ancam nar ağacı, nar ağacı, nar ağacı nar çiçeği ne güzeldir yar göşeği. Ay nar ağacı, nar çiçeği hele təzə var çiçeği. Çiçeğin rengi var yanağında, kızıl gülün ətri tər buxağında. Nar çiçeğin rengi var yanağında, kızıl gülün ətri tər buxağında. Anası gəzir bal dodağında, anası gəzir bal dodağında. Uzun soğan dolu yılan kızları, vəfalı bir gözəllər şirvanı. Uzun soğan dolu yılan kızları, nə gözəldir gözəllər şirvanı. Çıx
bütün dostlarıma özlərinin təşəkkürümü bildirirəm. Musiqisi qardaşlarıma özlərinin təşəkkürümü bildirirəm. Bax burada Akif müəllim. Bir daha hanı? Göstər. Akif müəllim öz təşəkkürümü bildirirəm. Qaqam. Sonra Allaha and olsun yadımda qalmır da. Ad yadımda qalmır. Miri, bəlkə mikrofonu götürəsə zəhmət olmasa. Verilişimiz qutarmayıb. Hələ qalıqmısan. Otur zəhmət olmasa. Sən hava al. Musiqiçilərimiz özləri danışsın. Musiqiçilərimiz. Mən Adlarını demənə qarmonda. Ramin. Ramin deyə bilmir. Sayət. Bəxtiyar. Bəxtiyar. Elçin Şəkili. Ha o deyib, qaqa. Qaqa. Sobstvenli persona demişəm ona. Deməli, bizdə dübarə bəxtiyarlar var. Və bir daha deyirəm sizə özlərinin təşəkkürümü bildirirəm və bir daha Lider televiziyasını seyr edən bizim verilişlərimizi, evimin qonaqları verilişini seyr edən nəinki Azərbaycanda, eləcə də Azərbaycan hüdudlarından çox-çox kənarda, bütün hər yerdə, dünyada 60-70 milyonluq Azərbaycanlarımızı hər birinizi bir daha salamlayıram və deyirəm ki, hər zaman eviniz qonaqlı qaralı olsun. İstədiyiniz qonaqlar hər zaman qapınızı açsın. Amma istəmədiyiniz anda elə bir qonaq gələ bilər ki, həmin qonağı da sevə-sevə qarşılaya bilərsiniz. Çünki gözlənilmədiyi bir halda qonaq gələ bilər. Ancaq heç yuxunuzda da belə xəyal edə bilməzsiniz ki, həmin qonaq sizin qapınızı aça bilər. Və inanıram ki, və bir daha deyirəm, məndən inciyən, məndən küsən dostlarım var, sənət yoldaşlarım var. Ara sıra gəlirəm, ara sıra burada oluram, ya İstanbulda oluram, bilirsiniz, ya Moskvada oluram. Ola bilsin yadımdan çıxır ki, məsəl üçün mən Niyaməddini bugün çağırmalıydım və yaxud da ki, Vüsalı bugün çağırmalıydım. Nə olar, bir dənə telefon açıb mənə deyin ki, mən sənin evindən qonaq gəlmək istəyirəm. Ümumiyyətlə mənim bu dəqiqə, hal-hazırda, bugünkü gündə Azərbaycanda münasibətimin yaxşı olmadığı elə bir sənət adamı yoxdur. Və bütün sənətçilər, sənət yoldaşlarım mənim evimə qonaq gələ bilərlər. Bunu deyirəm və dönə-dönə bir daha təkrar edirəm. Hər kəs qonaq gələ bilər. Əgər içinizdə istək varsa, qapım sizin üzünüzə açıqdır. Sonda isə Niyaməddin Səlamiyə, Niyam Salaminə dini yollamışıq. Niyam Salamiyə söz verirəm. Bir söz deyim sonda. Həm əlvida oxuyuram. Ona görə ki, Fərda istədi o mahnını ki, o əlvida mahnısı oxuyum. Həm də ki, Allaha qurban olum. Arzu edirəm ki, elə hamımızın evinə belə bir insanlar qonaq gəlsin. Sağ ol. Əlvida. Evimin qonaqları
biz əlvida demirik. Çünki hələlik deyə bilərik, ən maksimum hələlik deyə bilərik. Və Moskvada yaşayan həmvətənlərimizin çox gözəl bir arzusu var. Düzdür, mən eşitməmişəm, ara sıra bir neçə məclisdə eşitmişəm. Şınıq havası var, belə bir hava var. Həmin havanı bir daha Rusiyada yaşayan Azərbaycanlılarımıza ərmağan eləyəcək şəkli qardaşımdan gələcək. Ağ çiçəyimdən gözəl gül gəlmişdi. Xanımsız bizim bir günümüz olmasın. Çünki xanımlar bizim həyatımızın, ömrümüzün bəzəyidir. Necə ki, belə güllər kimi. Ancaq bu günlər olmadı, xanım qonağımız olmadı bugün. Yəni üzürlü saysınlar. Biz burada əyləşən bu bəylər adından bir daha bütün Azərbaycanlı xanımları öz dərin təşəkkürümüzü bildiririk. Onların çəkdiyi əziyyət üçün, onların bizi sevdikləri üçün nə demək istəyirsən, nə istəyirsən? Işılıq təranələri var ha. Hə, Bütün anaların əllərindən öpürəm. Mənim anam biz də. o qədər, yəni mənim kimi övlad dünyaya gətirən ana görə nə qədər yaradıcılığa, yəni yaxın bir insandır. Ürəyi gedir bu mahnıdan ötürü. Allah səndən razı olsun. Evimin qonaqları Hoş gelmişsiniz siz bize, evimin konakları. Açıktır süfrem size,